islah olmamış insan məlumatda olanda ona bir oradan yuxarıdan aşağı baxır, buna bir təkəbbürlük eləyir. Nə özü bir yetişəcək, nə də qoyacaq insanlar çatsın bir yerə. Allah Teala şükürdən danışanda əməl mövzusunu gətirir ki, Allah istəyirsin ki, şükür yalnız dildə olmamalıdır. Şükrün 3 dənə amili var. Necə olur ki, şükür? Bir, anla ki, bu neymət onundur. Qəlbəndə buna iman gətir. Və əməldə də nəticə nədir? Onun verdiyi neyməti, onun verdiyi istiqamətə. Hara istəyir, ora xərclə. Biz bəzi vaxtlar Allahın verdiyi neymətləri Allah istəyən yerlərə xərcləmirik. Ya xərcləmirik, ya yanlış yerə xərcləyirik. Adamlar iki cürdür. Məsələn, pulu var, pulunu yalnız özü ailəsinə xərcləyir. Ya da xərcləyir eyş işrətə, üzr istəyirəm. İsraf eləyir. Allah Quranda bir ayə deyir, la tubəzzir təbzirən. Tubəzzir bilirsin nədir? Tubəzzir o toxumu səpməyə deyirlər ki, toxumu ara səpərlər? Mümbit torpağa. Tubəzzir odur ki, şoran torpağa, asfaltın üstə tökmüsən məsələn. Deyir, mənim sənin verdiyimi səpələməyə hər yerə, sənin dör, mənimdir. Şoran torpağa yox, mümbit torpağa səp. Ona görə deyir, həm la tubəzzir, lazım olmayan yerlərə tökmə və infaq elə. Əl-ləzinə yunfiqunə əmvaləhum. O kəslər ki, mallarını infaq eləyirlər. İnfaq nəyə deyirlər? İnfaq da odur ki, bəzi vaxtlar istəyir xərcləsin. Niyyəti də yaxşıdır, yaxşı yerə xərcləmək istəyir. Amma lazım olan yerə sərf eləyə bilmir. İnfaq odur ki, boşluğu doldur. Hər pulu Allah niyyəti ilə xərcləmək boşluğu doldurmaz. Lazım olan yerlərə pulu xərcləmək Allah niyyəti ilə olar infaq. Deməli, bir, bəzi adamlar yalnız özünə xərcləyir. Bu yox. Bu oldu simic insan, xəsiz insan, bəxil insan. Bunun da ayəsi var. Yəbxəlunə, xəsislik edir. 2, xərcləyir, amma israf edir Allah istəməyən yerlərə. La tubəzzir təbzirən. Şoran torpağa səpir. Eyş işrətə. 3, xərcləyir Allah niyyəti ilə xərcləyir, amma ünvanını düz tapmayıb. Gedib otursaydı, bir bilən adamdan soruşsaydı, o deyərdi ara xərclə. Bu da xərcləyir Allah niyyətinə, amma bunun xərcini infaq demirlər. İnfaq boşluğu doldurmaqdır. Bu da 3. Bir də xərcləmək yalnız pul deyil. Elmivi də hara xərcləyirsən, ona fikir ver. Bəzi vaxt elə bir adama elmi verərsən ki, o gedər uçuruma aparır insanları. Yəni, bunun özünü islah eləmək lazımdır. O bir alimin yaxşı sözü vardı. Desən, Əhməd Ağa müəllimin idi o söz, yadında qalır. Deyirdi ki, nadan bir insanın alim olarsa, sanki bir ülgücü vermirsən kimə? Uşağın əlinə. Götürər, özünü kəsər, onu kəsər, bunu kəsər. İslah olmamış insan məlumatda olanda ona bir oradan yuxarıdan aşağı baxır, buna bir təkəbbürlük eləyir. Nə özü bir yetişəcək, nə də qoyacaq insanlar çatsın bir yerə. Bax, gör, elmi kimə verirsən. Bəzi vaxtlar elmi də verəndə elə bir yerə verir ki, faydasız bir yerə. Təbzir eləyir, şoran torpağa. Ora niyə verirsən o elmi? İnfaq elə də elmivi. Elmivi də düzgün ünvana verginən. Yaxşı tələbələr seçginən. Bu təkcə elmdir, əxlaq, ədəb. Gələk insan o ədəbini də, əxlaqını da infaq eləsin, onun da zəkatını versin.